Şeir çox mənalı şeirdir. Hacı Arif Buzovnalı, Allah rəhmət eləsin, bu yaxında dünyasını dəyişib, çox gözəl bir məntiqli və mənalı şeir yazır. Onda ki qoydu qədəm dünyaya Peyğəmbər qızı, üstünə saldı cahanın sayə Peyğəmbər qızı. Bir ədalət damlası idi, haqq sahabından enib, düşdü zülm ilə dolu dəryaya Peyğəmbər qızı. Sahab yəni bulud. Haqq sahabından endi, bu günahkar zülm ilə dolu olan dünyaya Peyğəmbər qızı. Gəldi bu fani cahanın qədrini artırmağa. O gəlmədi ki, bu dünyada xeyir görsün. Gəldi ki, bu dünyanın qədrini artırmağa. Gəlmədi ünvan ola ahvaya Peyğəmbər qızı. Onda ki, ot tutdu kuyi, canına qəsd etdilər, çəkdi bir ah dərgah-i valaya Peyğəmbər qızı. Ərşidə cümlə məlaik va Rasulullah dedi, yerdə tapşırdı canım Tahaya Peyğəmbər qızı. Körpəsinə bax. Körpəsi ilə birgə qətlə yetməyi aldı gözə, amma təslim olmadı ədnaya Peyğəmbər qızı. Ana üçün körpəsindən əzi yoxdur. Onu belə gözünə aldı, amma düşmənə təslim olmadı. Körpəsi ilə birgə qətlə yetməyi aldı gözə, amma təslim olmadı ədnaya Peyğəmbər qızı. Bir baxışı ilə əlinin zülfüqarını saxladı, cəngə imkan vermədi Mövlaya, Peyğəmbər qızı çəkdi ismət pərdəsin qəhr-u qəzəb tüğyanına, qoymadı girsin Əli qovğaya, Peyğəmbər qızı. Din əldən gedir. Fatimə girməsəydi, Əli İslam girməli idi. Əli İslam girsəydi, imamət kəsilərdi. Rehlət-i Zəhra ilə söndü cahanın şöləsi. Rehlət yəni dünyasını dəyişməklə. Rehlət-i Zəhra ilə söndü cahanın şöləsi, getdi zinət verməyə Uqbaya Peyğəmbər qızı. İndi gedib axirəti zinətləndirir. Töhfə etdi kainata ən nəcib məsumları, əkdi məntiq toxumunu mənaya Peyğəmbər qızı. Arifa, Allah rəhmət eləsin. Arifa, sən də Hüseyn aşiqləri üçün töhfə et. Hər nə versə bu neçə misraya Peyğəmbər qızı.